dəyərmi bu insana görə mən bu qədər depressiya keçirdim? Keçmiş qaldı keçmişdə. O qapını bağlayırıq, ara buraxmadan tam bağlayırıq. Bəzən insan haqsızlıq görəndə istəmədən həqiqətləri söyləyir. İntiqam şəklində. Ən böyük intiqam bilirsiniz nədir? Heç intiqam almamaqdır, düşünməməkdir. Elə oradaca qoyub çəkilməkdir kənara. Acı da olsa deyəcəm, düzünü deyəcəm. İnsanlar niyə belə olmuş? İşinə yaradığın qədərsən, yəni insanlar üçün. İşinə yaradığın qədər. Sadəcə adım yetərlidir. Fidan Əsgərova, psixoloq, psixoterapevt. Sizinlə ilk görüşümüzdür. Gəlin tanışalaq. Mənə görə sadəcə psixoloq, psixoterapevt Fidan Əsgərova bu qədər yetərlidir. Hər şeydəmi bu qədər idealısınız? Bəli, hər şeydə bu qədər iddialıyam. Özünə güvənirəm. Bir psixoloq mütləq şəkildə özünə güvənməlidir. Özünü tanımalıdır, özünü qiymətləndirməlidir. Və bu hər kəsə aiddir. Bütün iş sferasında mənə elə gəlir ki, insan ilk öncə özünü sevməlidir, daha sonra ətrafını. Özünü sevməyən insan necə ətrafını sevə bilər ki? Bugünün dəbi psixoloqlar. Bəli. Dırnaq arası psixoloqları daxildir bura. Bugünün dəbi dediniz ona görə. Bəli, ona görə. Bir söz demək istəyirdim, amma buyurun. Hər şey deyə bilərsiniz. İlk dəqiqələrdə dava deyirik. Yox, qəti şəkildə. Sadəcə o qədər dolmuşuq ki, biz psixoloqlar, psixoterapevtlər həqiqətən artıq özümüzü təqdim eləməyə belə başlayanda siz gözləyirdiniz ki, yəqin ki, ilk öncə təhsildən başlayacağam, diplomdan başlayacağam, hardansa başlayacağam. İnanın ki, sadəcə adım yetərlidir. Fidan Əsgərova, psixoloq, psixoterapevt. Ümumiyyətlə, psixoloqlar niyə lazımdır bizə? Baxın, sizə bir şey deyəcəm. Qaranlıq bir tuneldə gedirsiniz, mütləq şəkildə sizə fənər lazımdır. Bəli. Psixoloq oradakı fənərdir. Sizi o tuneldən çıxardır, qaranlıq tuneldən. Sonra artıq ona ehtiyacınız olmur. Hər zaman mı? Hər zaman. Bəli. Mütləq. İlk öncə psixoloqun aurası, pozitiv enerjisi sizi sağaldacaq. 80% belə bütün pasientlərimə deyirəm. Sizdə olan inamdır, 20% bizdəndir. Onda belə bir sual, psixoloqlarla falçıları nə fərqləndirir? Yox, falçı heç ümumiyyətlə Onlar da axı ümid verirlər, dəstək olurlar. O anlayış iki psixoloqla falçını bir araya gətirdiyimizə görə ümumiyyətlə o suala cavab vermək istəmirəm. Çünki savadlı kadr, psixoloq, 3 universitet qurtarmışam. Türkiyə, Rusiyada ixtisaslaşmışam. Məni necə falçına siz bir tuta bilərsiniz? Yox, mən sizi eyni tutmadım. Sadəcə olaraq ümumiyyətlə deyirəm ki, məsəl üçün falçılar da bilirlər, insan psixologiyasına təsir edirlər. Axı psixoloqlar da bizim psixikamıza təsir edir. Baxın, ilk sual bizdə olur ki, pasient bəzən içəri girir qapıdan. Deyir ki, baxın görün məndə nə görürsünüz? Deyirəm ki, heç nə, sakitləşin, rahatlaşın, bir dənə əyləşin. Yox, sən mənim üzümə bax gör deyirsən, nə görürsən? Sanki düşünürlər ki, psixoloq insana baxan kimi oxuyacaq, nə bilim, onun xarakterini biləcək, danışacaq ki, falçı kimi də. Qətiyyən belə bir şey yoxdur. İlk seansdan biz hekayəni alırıq. Şiddətə uğraya bilər, depressiyada ola bilər, aqressiv ola bilər, ailə problemi ola bilər, məişət problemi ola bilər. Danışır. İlk birinci, ikinci seans biz hekayəni alandan sonra artıq ona necə kömək etmək lazımdır, o barədə bir plan cızırıq. Hər bir pasiyenta görə individual, ayrı-ayrı bir mərhələdən başlayırıq belə götürəndə. Ola bilsin ki, pasiyent 2 seansa tam yaxşı olur, elə vaxt olur 7 seansa, elə vaxt olur 15 seansa. Maksimum 15 seansdan sonra mən pasiyenti qəbul eləmirəm artıq. Çünki 15 seansa qədər tam yaxşı olur. Ən ağır pasiyentlərimiz 15 seansa qədər çəkir. Hər bir pasiyentdə uğur qazana bilirsinizmi? Bəli. Nəyə görə? Empati hissi olmalıdır psixoloqlarda. Onun elə dinləməlidir ki, sanki onun dərdinə şərik olur, onu içdən başa düşür. Heç yadımdan çıxmaz, universitet vaxtı bizim praktikadaydıq və məşhur bir, Allah rəhmət etsin, rəhmətə gedib, məşhur bir psixoterapevt mənə dedi ki, sən çox dərindən dinləyirsən insanları, bu sənə ziyandır, xəstəliyə düşə bilərsən. Sən belə elə. Sən zehinsel olaraq bir naushnik taq, sən pasiyenti dinlə. Onun ağız hərəkətindən biləcəksən ki, artıq sonlandırır da. Onda dinlə, hə, mən sizi başa düşürəm.
çox yaxşı olacaqsınız falan filan bir individual bir proqram verəcəksən ona vəssalam. Heç qətib bu şəkildə eləyə bilmirəm. Mən onu dərindən, sanki onun yanında olmuş kimi, sanki o hadisəni birlikdə yaşamış kimi dinləyirəm. Ondan sonra da inanın ki, ilk mərhələdən, ilk seansdan sonra pasient effekt alır. Bugün kimə sual versən, deyir depressiyadayım. Ümumiyyətlə, insan depressiyaya niyə düşür? Əslində, əvvəllər belə şeylər yox idi. Bəlkə də olub, biz bilməmişik, fikir verməmişik. Amma son illərdə kimi dindirirsən, deyir ki, depressiyadayım. Bəli. Bəzən insanlar stresli halları ilə depressiyanı səhv salırlar. İnsan olur ki, ani stres keçirdir və yaxud da həyatında bir problem olur, düşüncəli olur, stresli olur, onu da depressiya hesab edirlər. Günlük depressiya olmur. Depressiya uzun çəkən bir xəstəlikdir. Ümumiyyətlə, fərqi nədir streslə? Stres keçirdirik biz, normal olan bir şeydir. Biz stres keçirdə bilərik. Yəni, o günlük çəkir. Maksimum o həmin stres keçirdiyimiz hal düzələnə kimi. Düzələndən sonra vəssalam, yəni yaxşı olur hər şey. Amma depressiya ağır bir xəstəlikdir. Çıxanda ola bilir buradan, çıxmayanda ola bilir. Mütləq şəkildə həkim, psixoloq dəstəyi olmalıdır depressiyaya düşən insana. 6 ay, 1 il, insan var ki 2 ildir depressiyada olur. Daim yatır, daim yorğun, halsız, həyatdan heç bir zövq almır. Yəni bu insan sadəcə boş-boş yeməyi belə ləzzətsiz yeyir. Yəni bəzən olur ki, anoreksiya deyirlər də, biz onu daha hətta yemək belə yemək istəmir, su belə içmək istəmir. Günlərlə, aylarla hətta deyərdim ki, xəstəliyə tutulmuş qala bilir. Biz hardan bilməliyik ki, biz depressiyadayıq? Məsələn, o dediyiniz, olur da insana stres gəlir, elə bilirsən ki, dünya sənin üçün sondur, amma məsəl üçün qısa bir müddətdə olur. Bir də var ki, bəzən insan bilmir hətta özünü, o depressiyadadır, amma o daxilində gedir. Yəni, nə istədiyini bilmir, belə deyək, həyatdan. Depressiya, yenə də deyirəm, uzun çəkən bir xəstəlikdir. O həddə gətirib çatdırmaq lazım deyil. Amma stres günlük bir şeydir. Qarşısını necə ala bilərik? Qarşısını necə ala bilərik? Və hardan bilək ki, biz depressiyaya doğru gedirik? Depressiyaya doğru gedirik, qarşısını necə almaq lazımdır? Müəyyən, məsəl üçün, mən xoşlayıram, sevirəm daha doğrusu ki, ümumiyyətlə psixologiya bunu sevir ki, hər hansı bir insan üzərindən biz danışırıq. Yaxın zamanlarda bir pasiyentim var idi, xəyanətə uğramışdı. 10 gün özü-özünə dəstək olub. Daha sonra görüb ki, artıq kriz halına gəlib çatır. Və tez-tez qışqırıqlar, tez-tez krizlər, dəyişikliklər baş verir. Ən yaxın qohumu onu bizim yanımızdan gətirmişdi. Heç nə yox, inanın. Xanım idi da? Bəli. Sadəcə özü ilə üzləşdi seans zamanı. Sadəcə özü-özünə seansda sual verdi. Dəyərmi bu insana görə mən bu qədər depressiya keçirdim? Pul xərcləyim? Yəni, o insan öz keyfindədir, xəyanət edib, öz sevdiyi insanın yanındadır. Amma mən ona görə əziyyət çəkirəm, sağlamlığımdan oluram, pulumdan oluram. Sanki bir ayılma baş verdi. Belə deyim. Yox. Sildi, qəşəng gözünün yaşını durdu. Bizim otaqda əl ziyan yeri var. Üzünü yudu. Orada qəşəng, olarmı mən makyaj elədim? Və əlbəttə ki, olar. Makyajını təzələdi. Fidan xanım, siz gələn seansda məni tam başqa görəcəksiniz. Ümumiyyətcə, dəyərmi kiməsə görə əziyyət çəkmək? Dəyməz. Özümüzü incitməyə dəyməz heç bir şeyə görə. İnsanlar özləri kimi olmur, gizlədirlər özlərini. Mən qısa bir şey deyirəm ki, məsələn, dəniz kənarında gəzmək istəyirəm, insanların arasında olmaq istəyirəm. Nədənsə baxıram ki, insanlar o qədər özlərini, evində çox-çox üzr istəyirəm. Evində bəlkə də o maddi durumu o deyil, nə bilim, işində o deyil. Ən bahalı lüks restoranda gedib nəyəsə bir kofedə olsa paylaşsınlar ki, mən bu həyatı yaşayıram. Olmayan şeyi niyə bu qədər? Lütfü dəniz kənarında oturun, vallah mən pomidor çörək də yeyirəm, nə bilim, qutab da yeyirəm, nəsə də yeyirəm. Məni belə tanısın insanlar, mən buyum, necə varamsa eləyəm. Təbii ki, bahalı restoranlara da gedirik, evimdə də çox şükür hər şey yerindədir, ailəmdə də hər şey yerindədir. Amma bunu insanların gözünə soxa-soxa göstərmirəm, lazım deyil. Xoşbəxtçilik bilirsiniz nədir? Xoşbəxt yaşam, heç bir yerdə paylaşmamaq. O zaman huzurlu, xoşbəxt yaşayacaqsınız.
Biz nə vaxt bilməliyik ki, bizim psixoloqa ehtiyacımız var? Suallarınızı vermək üçün məncə sizin belə psixoloqa ehtiyacınız var. Bəzən içimizdə o qədər suallar olur ki, biz onu real bir insandan, yəni yaxınımıza desək, o özünə görə düşünəcək. Məsələn, anamıza, bacımıza, nə bilim, qohumumuza desək, təbii ki, o məsəl üçün ayrılmaq istəyirik və o şiddəti biz görürük o ailədə. Hansısa bir yaxınımıza deyəcək ki, mən ayrılmaq istəyirəm, boşanmaq istəyirəm. Oy, bizim nəsildə elə şey yoxdur. Nə boşanmaq? Ay bala, bugün də öz günə, bugün səni vuracaq, sabah gəlib könlünü alacaq. Amma psixoloq elə deməyəcək. Sizi üzləşdirəcək. Psixoloq düzdür, sizə qarşınıza, yəni seçim qoymur da, necə deyim sizə? Sizə bir məsləhət vermir. Heç bir psixoloqun məsləhət vermə ixtiyarı yoxdur, amma seçim qoya bilər. Bugün şiddət alırsansa, bu şiddətin sonu yoxdur. Yəni sabah da ala bilərsən, o birisi gün də ala bilərsən, ya dözməlisən, ya ayrılmalısan. Yeri gəlmişkən, şiddətin başlanğıcı hardandır? Şiddət müxtəlifdir. Psixoloji şiddət var, fiziki şiddət var, cinsel şiddət var. O baxır. İstəməyərək olan şiddətlər var. Baxır şiddətin növünə. Amma ən ağırı desəz ki, hansıdır? Psixoloji şiddət təbii ki. Bəlkə bu barədə danışaq. Buyurun. Ümumiyyətlə, psixoloji baskı. Belə deyək də, şiddət sözünü biraz mülayimləşdirək. Psixoloji baskı bu insana nə qədər təsir edə bilər? Maksimum dərəcədə. Əl yarası sağalır, deyir, dil yarası sağalmır. Baxın, mənaya baxın da. Unuduruq biz. İnsanın sözünün mənası ilə unutmaq deməkdir. Amma dil yarası unudulmur, sağalmır. Nə vaxtsa o insanla üz-üzə gələndə o şey bizə xatırladır şuuraltı. Ola bilər, bir yüngül kimisə cəzalandırmaq üçün övladımıza belə bəzən olur ki, bir qolundan vururuq. Nə bilim, ola bilər yəni. Amma acı söz, təhqir bu unudulmur. Ümumiyyətlə təhqir psixoloji şiddət sayıla bilir. Bəli. Ən böyük psixoloji şiddətlərdən biri də, baskılardan biri də təhqir. Tənqid yox, təhqir. Ağır söz, hak etməyəcəyin haqsızlıqlar, hak etməyəcəyin sözlər. Təbii ki, bunlar hamısı psixoloji. Ümumiyyətlə biz haqsızlıq qarşısında qalanda nə etməliyik? Baxır kimə görə haqsızlığa uğrayırıq? Məsələn, ən yaxınlarımıza. Ən yaxınlarımız incidə bilir. Özümüzə doğma bildiklərimizə. Bəzən olur ki, qan bağı olmur bizdə. Amma özümüzə çox doğma hiss etdiyimiz insanlar olur. Bəli. Ailə üzvümüz ola bilir, yaxın dostumuz ola bilir. İnanın ki, qan bağı olan insanlarda bəlkə də bağışlayırıq, nə bilim, keçirik. Çünki qan bağımız vardı. Ola biz nəsəbi oldu dedi və yaxud da duyğusal bir anına çatdı dedi. Amma nə qədər çox istəsək də, nə qədər sevsək də qan bağımız yoxdursa, nə qədər bizə doğma olsa da biz o insanı bağışlamaq çətin olur. Haqsızlıq olur. Bəzən olur ki, bir qələmdə kəsib atırıq. Elə bir haqsızlığa uğrayırıq. Baxır haqsızlığın növlərinə, hansı haqsızlıq. Məsələn, elə bir haqsızlıq ola bilər ki, mən onu normal qəbul edə bilərəm, amma siz onu normal qəbul edə bilməzsiniz. Deyərsiniz ki, yox, Fidan xanım, siz başa düşmürsünüz, o məni çox ağrıtdı. Amma mənim tərəfdən o yüngül bir şey görsənə bilər. O da baxır, insana baxır, tərəflərə baxır, belə. Bəzən insan haqsızlıq görəndə istəmədən həqiqətləri söyləyir. Sizcə bu düzdür ya yox? İntiqam şəklində? Bəli. Ən böyük intiqam bilirsiniz nədir? Heç intiqam almamaqdır, düşünməməkdir. Elə oradaca qoyub çəkilməkdir kənara. Yanınıza gələn pasiyentlərdən şiddətə uğrayanlar varmı? Var. Ümumiyyətlə, psixoloq pasiyentlər haqqında danışa bilərmi? Biz məxfi, gizli saxlayırıq. Amma psixologiya elədir ki, kiminsə üzərindən danışırıq. Yəni, ad çəkmədən, məxfi saxlayaraq, gizli şəkildə. Amma o haqsızlıqlar hər bir insanın həyatında olur. O şiddət hər bir insanın həyatında olduğuna görə real bir insan struktur tərəfindən də, belə deyək də, bir personaj tərəfindən biz onu danışırıq mütləq şəkildə. Daha çox qadınlar gəlir yanınıza, yoxsa bəylər?
Heç yadımdan çıxmaz. Bir dəfə bəy pasiyentim olmuşdu. Həyat yoldaşı xanım tərəfindən döyülmüşdü. Yəni belə şeylər də olur. Hər dəfə qadınlar döyülmür təbii ki. Kişilər də zorakılığa uğrayır, fiziki şiddət görürlər, psixoloji şiddət də görürlər. Bax maraqlıdır. Amma o bəy necə gəlir deyir ki, məni arvadım döyüb. Bəli. Dəfələrlə sual verirsiniz ki, psixoloqa nə vaxt müraciət etmək lazımdır? Heç kimə deyə bilmədiyimiz sirrimizi bəzən olur ki, yad bir insandan bölüşmək istəyirik. O belə bizi rahatlaşdırır. Və təbii ki, danışmalıdır. Və sonu nə oldu o bəyin? Sonu xanımın gətirdik. Hər iki tərəf də dinlənildi və xanımın müalicəyə ehtiyacı olduğu göründü. Müalicəyə tabe oldu, müalicə olundu və xoşbəxt də yaşayırlar hal-hazırda. Elə olurmu ki, hansı hadisəni eşidirsiniz və özünüz içinizdə gülürsünüz ki, bunun da işi gücü qutarıb? Gülmürəm, üzülürəm. Bəzən olur ki, təsəvvür edin ki, mən həyatımda gördüyüm haqsızlığı eynən qarşı tərəf mənə danışır və təcrübə danışırdı sanki. Və həmişə demişəm, hər zaman bütün efirlərdə, podkastlarda demişəm, bütün psixoloqların bir təcrübəsi olmalıdır, bir keşməkeşli yol keçməlidir. Əgər bir uşaq haqqında danışırsa, mütləq şəkildə analıq hissi olmalıdır ondan ki, o mütləq şəkildə danışsın. Bir yaşanmışlıqları olmalıdır ki, o qarşı tərəfə maksimum dərəcədə effekt versin. Və təcrübəli psixoloqlar elə bu deməkdir ki, illərlə işləyir, seanslarda hər növ, hər cür pasientlərlə görüşür və hansı pasient necə çıxıbsa bu durumdan bir sonraki pasientində o effektiv nəticəni mütləq şəkildə sınayır və həqiqətən də effekt görür. Yenə də deyirəm, təbii ki, mənim başa düşdüyüm haqsızlığı siz başa düşməzsiniz. Sizə olunan haqsızlığı mən başa düşmərəm, amma maksimum dərəcədə ortaq nöqtə tapılır. Fidan xanım, bir sual vermək istəyirəm sizə. Bir psixoloq olaraq son zamanlar sosial şəbəkələrdə baş verənlərə münasibətiniz sizə elə gəlmir ki, sosial şəbəkədə olanların 99%-nin psixoloji problemi var? Bəlkə də 100%-nin. Sosial şəbəkələr, bizim insanlarımız sosial şəbəkəni necə idarə etmək lazımdır, onu bilmirlər, mənə elə gəlir. Yəni, sosial həyatda tam başqa cürdülər, real həyatda tam başqa cürdülər. Eynən bayaq dediyim kimi, nəyəsə olmayan bir şeyi var edib gündəmə gətirmək, kimsə gözünə soxmaq, mən belə yaşayıram, belə yaşayıram. Yəni, nəyə lazımdır? Nəyə lazımdır? Yəni, sən axı o deyilsən, sən danışığın o deyil, sən hərəkətin o deyil, sən çox bayağı bir insansan, amma özü maksimum dərəcədə vav göstərməyə məcbursan nəyə görə? Olduğun kimi ol. İnanın ki, olduğumuz kimi insanlar daha çox bizi sevir. Niyə biz eləyik? Doğrudan da sosial şəbəkəyə nəzər yetirirəm. Yəni, çox qəribə rəqslər, qəribə görüntülər, qəribə baxışlar. Sən kiməsə nə qədər bir vaxta qədər lazım olursansa, yanında olur. Acı da olsa deyəcəm, düzünü deyəcəm. Onun səninlə işi bitdiyinə qədər. İnsanlar niyə belə olmuş? İşinə yaradığın qədərsən, yəni insanlar üçün. İşinə yaradığın qədər. Ona görə də özümüzü seçməliyik, özümüzü sevməliyik, özümüzü görməliyik. İlk öncə özümüz, mən belə danışanda bəzən ən yaxın rəfiqəm mənə deyir ki, bu egodur. Ego deyil. Yenə də deyirəm. Zamanə onu tələb edir. Özümüzü seçməyəndə hörmətsiz oluruq. Nə bilim, daha çox zorakılığa uğrayırıq. Sadəliyimizi nə qədər ortaya qoysaq, necə deyim sizə, nə qədər deyirəm ki, olunduğumuz kimi görünək. Baxır kimin yanında, ailəmizin yanında, dostlarımızın yanında, yaxınlarımızın yanında. Amma başqa mühitdə, dost görmədiyimiz mühitdə, axı biz bilirik ki, sən o deyilsən də mənə qarşı. Sən oyun oynayırsan, nə bilim, məndən nəsə bir şey qopartmaq istəyirsən, istifadə edirsən. O durumda özümüzü seçməliyik. Baxın, sizə bir söz deyim, insan nə vaxt dəyərsizləşir? Keçmişə çevrilib baxanda, sevgi görməyəndə.
Biz keçmişdə uşaqlıq devrimizdən sevgi görmədiyimiz, çünki biz elə böyümüşük. Bizim yaş devrində olan insanlar atadan anadan biz o qədər də sevgi görməmişik. Ona görə də iç gözümüzü açan zaman kim bizə sevgi göstərsə ondan yapışırıq dördəlli. Sanki onu itirsək bizə heç kim sevməyəcək. Elə bu barədə sual verəcəm. Gəlin razılaşaq ki, tək övladlar, yəni belə deyək də, o qədər bizim xanımlar var ki, öz övladlarını tək böyüdüblər, atasız böyüdüblər. Bəylərimiz də var. Bəli, bəylərimiz də var ki, Bəli. yəni tək böyüdüblər. Bəli. Amma daha çox mən rastlaşdığım tərəf belə deyək də, atasız böyüyən uşaqlar və onların atalara qarşı çox böyük aqressiyası olur. Ümumiyyətlə o sözə qarşı. Və zaman keçdikcə onlar övladlarına o qədər göstərirlər ki, diqqət, qayğı, övlad nə istəyirsə onu eləyirlər ki, yəni sanki belə deyək də, onunla o yaşanmış o ata sevgisini qaytarmaq istəyirlər. Bəli. Bu hallara münasibətiniz? O bir travmadır. Atasız uşaqların, ata sevgisi görməyən uşaqlar, ata-oğul münasibəti. Bəli. O bir uşaqlar üçün travmadır. Hər bir valideyn natamam valideynlərdən gedir. Bu qadına da aiddir, kişiyə də aiddir. Mütləq şəkildə övladlarını bir psixoloqla mütləq görüşdürməlidirlər. Ən azı vaxtında, yerində o travma təzələnməlidir, o travma silinməlidir. Travma silinməlidir deyəndə ki, mən ilk öncə hər kəsə deyirəm ki, travma o demək deyil ki, biz çevrilib keçmişə baxanda nəsə biz xatırlamayacağıq. Travma bir dəfəlik silinmə deyilən bir şey yoxdur. Sadəcə, yenə də deyirəm, o travma duyarsızlaşdırılır bizdə. Müxtəlif terapiyalar var ki, o travma duyarsızlaşdırılır. Və o ki, qaldı ata-oğul münasibətdə çox xeyiflər olsun ki, hal-hazırda əsas gündəm problemlərdən biridir ki, ata-oğul münasibəti. Atalarımız heç cür oğullarına hal-hazırda da sevgi verə bilmirlər. Bilmirəm, özləri əvvəlcədən sevgi görməyiblər. Çünki indi keçid devrindəyik. İndiki uşaqlar tam başqa cür böyüyür, daha çox sevgi istəyir. Amma bundan əvvəlki pokoleniya deyək də, yəni bizim yaş devrimizdə biz sevgi görməmişik. Bizim yaş devrimizdə olan insanlar, istəyər bəy, istəyir bəylər, istəyir qadınlar, yəni sevgi görməmişik biz. Və biz sevginin nə olduğunu bilmirik də. Gəlmişik indiki devirdə, övladlarımız bizdən maksimum sevgi istəyir. Hətta bir seansda bir oğlan uşağı, atasız oğlan uşağı, ana böyüdürdü onu. Dedi ki, mən elə ata olacağam ki, mən övladlarımı heç vaxt buraxmayacağam. Həmişə övladlarımın yanında olacağam, həmişə onlara dəstək olacağam. Yəni onlar, mən kimdəsə gördüyüm oyuncaqlar falan var, dedi Fidan xanım, mən onları övladlarıma eləyəcəm. Onların gözləri heç yerdə qalmasın. Və biz danışandan sonra başa saldım ki, biz işləməyə də bilərik. Bizim pulumuz olmaya da bilər. Amma sevgi verməliyik. O demək deyil ki, sevgi, mən ən bahalı hər hansı bir oyuncağı görəmsə, onu atam mənə almazsa, məni sevmir. O demək deyil. Maksimum dərəcədə vaxt ayırırsa, övladına da, işindən çox övladını da düşünürsə, onu gəzməyə, əylənməyə, ən azı həyatda bir futbol oynayırsa, yəni necə deyim, bir nağıl danışırsa, ən azı bir maşın oyunu oynayırsa, bunlar hamısı sevgidir, diqqət, qayğı sevgidir. Yəni bəzən olur ki, atalar seansda deyir ki, mənim pulum yoxdur, mən necə alım onu? Amma başa düşmür ki, o sevgi deyil. Nəsə maddiyyatla bağlı olan sevgi deyil onsuz da. Diqqət, qayğı, hörmət. Əsas bunlar lazımdır. Keçmişindən asılıb qalmaq. Bəzən biz düşünürük ki, biz bunu səhv eləyirik. Özümüzü kiçildirik, özümüzü aşağılayırıq, amma yenə də keçmişimizdən qopa bilmirik. Baxır hansı münasibət, sevgi münasibət ola bilər, dostluq ola bilər, ailə ola bilər, hətta iş ola bilər. Bilirsiniz, keçmişi mən bataqlığa bənzədirəm. Keçmişə nə qədər çevrilib baxsa, o qədər batırıq. Keçmiş qaldı keçmişdə. O qapını bağlayırıq. Necə bağlayırıq? Ara buraxmadan, tam bağlayırıq. Çünki nə qədər ara buraxsaq, qapını aralı qoysaq, sızacaq həyatımız boyu o davam edəcək. Tam bağlayırıq qapını və gələcəyə irəli addımlarla. Bəs bunu necə edək?
Bəzən insan qopa bilmir. Necə eləyir? Yəni 3 gün qopursan, 4-cü gün yenə də yadına düşür və yenə də qalırsan orada. Gəlirsiniz savadlı mütəxəssislərin yanına. Şuuraltı bir təmizlik eləyirik. Mütləq travmalarımızı axtarıb tapırıq, onlar üzərində işləyirik. Sağlam addımlarla irəliyə gedirik. Ailədə olan problemlər, dava-dalaş, ər və arvad arasında olan belə deyək də söz-söhbətlər övladlara nə qədər təsir edir? Maksimum dərəcədə təsir edir. Yenə də deyirəm, insan psixologiyası harda pozulur? Bir mühitdən çıxıb digər mühitə adaptasiya olana qədər. Və siz dediyiniz kimi ailə münasibətləri övladlarımıza təsir edirmi? Maksimum dərəcədə təsir edir, bəli. Biz övladlarımızı ondan necə qorumalıyıq? Birinci, seçimimizi düzgün eləməliyik. Qarşı tərəfi düzgün seçməliyik. Yəni bu düşünməliyik ki, bütün qızlarımız, bütün bəylərimiz düşünməlidir ki, biz çox üzr istəyirəm, bayağı da olsa deyəcəm. Biz kartoşka almırıq, soğan almırıq. Biz bir ömür bir yerdə yaşayıb bir həyatı bölüşəcəyimiz insandan ailə qururuq. Və həqiqətən də düşünməliyik. Bayaq siz bir söz dediniz, çox politikalı. Ki, insanlar bu dəqiqə hal-hazırda politikalı ailələr qururlar, düşünürlər. Sevgi də olmalıdır, politika da olmalıdır. Yəni düşünülməlidir. Baxın sizə bir söz deyim. Əvvəllər nənələrimiz, babalarımız nəyə fikir verirdilər? Bir nəsilə. Hər hansı bir tutaq ki, mən oğluma qız almaq istəyirəmsə, gedirdim o nəsillə maraqlanırdım, genetikayla maraqlanırdım ki, görəsən onun xalası necədir, bibisi necədir, əmisi necədir, dayısı necədir, pis vərdiş varmı o nəsildə, nəsə əyri gedən varmı? Amma indi nə edirik? İndi düşünürük ki, atası necədir, anası necədir və salam, başqa adam lazım deyil. Müəyyən bir vaxt sonra alıram onu, gəlin gətirirəm. Müəyyən bir vaxt sonra baxıram ki, gəlində nəsə normal olmur. Ya onun dünyaya gətirdiyi uşaqda nəsə bir anormalçılıq var. Çünki genetika, qan öz sözünü deyir. O qanda bir, çox üzr istəyirəm, qanı xarablıq varsa, mütləq gəlib mənim genimi də dəyişdirəcək. Mən də hər zaman onu deyirəm. Bəli. Bir sual verim sizə Fidan xanım. Ümumiyyətlə, bir cütlük ailə quranda psixoloqa müraciət etməlidirmi? Mütləq. Məsələn, bizdə var da, nigaha daxil olmamışdan əvvəl həkimlərdən keçirsən, tibbi arayış alırsan ki, yəni biz uyğun gəlir qanımız, ya gəlmir və ya xəstəliyimiz var. Bəli. Ümumiyyətlə, psixoloqdan keçirlərmi? Xaricdə hər bir ailənin psixoloqu var. Bizdə yoxdur, elə bizdə o tam formalaşmıyor. Amma olsa nə gözəl olar. Mütləq psixoloqdan keçməlidir. Nəyə görə? Müəyyən bir vaxt ailə qurandan sonra, müəyyən bir vaxtdan sonra görürük ki, boşanma baş verib. Nəyə görə? Oğlanın pis vərdişləri var idi və yaxud da ki, qız mənim deyən qız deyildi, oğluma baxmırdı, yemək pişirmirdi, onu eləmirdi, bunu eləmirdi. Bəzən olur ki, hətta psixoloji pozuntusu olan insan özünü rola qoyub normal təqdim edir. Sonra baxırlar ki, o insanda psixi pozuntular var imiş. Bunlar olmasın deyə, boşanmalar çox olmasın deyə mütləq cütlük seansları olmalıdır. Narsistlər psixoloji xəstələrdirlərmi? Narsistlər şəxsiyyət pozuntusudur və heç cürə müalicəsi olmayan şəxsiyyət pozuntusudur, bəli. Yəni heç cür onları müalicə eləmək mümkün deyil. Biz hardan bilməyik ki, məsəl üçün mən sizin üzbəüz oturmuşam, hardan bilə bilərəm ki, siz narsistsiniz və yaxud siz hardan bilirsiniz ki, mən narsistsam? Narsistlər tənqidi qəti şəkildə qəbul eləmir. Elə təhqirə keçmirəm, tənqidi. Yəni siz ona deyə bilməzsiniz ki, tutaq ki, sən belə bir paltar geymisən, bu sənə yaraşmır. Deyəcək, mənə çox gözəl yaraşır. Mən belə özümüz belə. Mən sevərək geymişəm bunu. Yəni hər hansı bir cüzi bir nöqtə də olsa səhv tapa bilməzsiniz o insana. Siz düşəcəksiniz çonus fizika. Ego ilə narsistlik eyni şeydirmi? Yox, təbii ki, eyni şeydir. Narsistlik şəxsiyyət pozuntusudur. Yəni bəs ego? Ego hər bir insanda olur. Egosuz insan yoxdur, mən deyərdim. Hər bir xəstəlikdən, hər bir, necə deyim sizə, pozuntudan deyim, hər insanda var. İstəyir obsessiv-kompulsiv pozuntu olsun, titizlik, istəyir narsistlik olsun, istəyir nə deyirsiniz də, yəni psixopatlıq olsun. Hər bir insanda az da olsa var. Amma o həddini aşırsa, yəni daha çox qabarıq şəkildə ortaya çıxırsa, artıq o həyəcan siqnalı baş verir onda. Egolu insandan qorxmaq lazım deyil. Xəstəliyi olan insanlar, şiddətə uğrayan insandan, necə deyim sizə, o
şiddətə uğrayan insanlardan danışdıq bayaq. Narsistlərin əksər 90%-i qarşı tərəfə şiddət göstərir, istəyir psixoloji, istəyir fiziki. Buradan da bilmək olar ki, narsist insan yoxsa yox. Yəni ona görə ancaq mən, ona görə heç kim. Hər kəs sıfır, ancaq mən. O dediyini eləməsəz evdə, bir evin içində hər kəs onu sevə bilər çöldə, hər kəs ona hörmət edə bilər. Bütün qohum, əqrəbə hər kəs deyəcək ki, ay Allah, belə insanla sən ailə qurmusan, nə gözəl. Amma evinin içində bu insan bir vəhşi. Özünə nə qədər çox verirsənsə, qarşı tərəf o qədər çox almağı öyrəşir. Bir yerdə kəsirsən, artıq sən olursan düşmən rolunda. Ona görə balansı saxlamaq lazımdır mütləq. Balansı qorumaq üçün də nə etmək lazımdır? Təbii ki, bizə müraciət etmək lazımdır. Məncə burada bitirsək daha yaxşı olar. Təşəkkür edirik Fidan xanım sizə. Çox maraqlı söhbət alındı və inanıram ki, hələ bizim görüşlərimiz çox olacaq. İnşallah. Çox təşəkkür edirəm ki, belə işlər çəkirsiniz, insanları məlumatlandırırsınız. Mən təşəkkür edirəm sizə.